Salam əziz və hörmətli bacı və qardaşlarımız. Keçən bəhsdə Epstein sənədləri üzrə bir sıra faktlara toxunduq və söz verdik ki, qalan əsas nüanslardan bəzilərini bu proqramda sizin xidmətinizə çatdıracağıq. Bugün istəyirik bir neçə xırda görünən, amma çox mühüm məsələlərə işarə edən faktlara toxunaq. Deməli, biz bəhsimizin davamında gəlib çatdıq Epsteinin həbsinə və zindandakı şübhəli ölümünə. Bunu biraz açaq. Deməli, Epstein 2019-cu il bu çox keşməkeşlərdən sonra iyul ayında bir daha saxlanılır və kameraya aparılır bir növ, yəni həbs edilir. Belə ki, Parisdən öz şəxsi təyyarəsi ilə qayıdarkən bu Peterboro hava limanında həbs edilir xüsusi xidmət orqanları tərəfindən və dindirilmək üçün aparılır. Bu dəfə ona vurulan ittihamlar nə idi? Bu dəfə ona vurulan ittihamlar daha ağırlaşmışdı. Bu illər boyu ittihamlardan öz lobbisi vasitəsilə qaçmağın yollarından biri də bu idi ki, yüngül ittihamlar vurulurdu və Akosta'dan danışdıq ki, o bir prokurorluq rolu olaraq Epsteinin lobbisinə kömək etmişdi yüngül ittihamlarda. Bu dəfə xeyr, elə olmur. Yetkinlik yaşına çatmayan qızların cinsi istismarı və o cümlədən uşaq istismarı şəbəkələrinin təşkil edilməsi ittihamları vurulur. Əlbəttə, bununla yanaşı ona digər ittihamlar da, hətta federal ittihamlar vurulur. Bundan daha da irəli gedirlər. Onun Manhattan'dakı malikanəsində yeniyetmə qız uşaqlarının ədəbsiz fotoları və videoları ilə birlikdə dəlillər əldə olunur. Bundan başqa digər dəlillər də əldə olunur. O cümlədən başqalarının adına olan pasportlar, yəni saxta pasportlar və onun qaçmaq istədiyini göstərən digər sənədlər və kütləvi şəkildə pullar bu dəlillərə əlavə olunur. Elə bundan qısa müddət sonra isə o zamanlar Trump administrasiyasının əmək katibi olan, keçən səfər qeyd etdiyimiz kimi, Acosta Epstein işindəki keçmiş roluna görə və qayda pozuntularına görə etirazlar dalğası ilə və təzyiqlərlə üzləşir və bu sosial dalğanın qarşısında davam gətirə bilmədiyinə görə məcbur qalır ki, istefa versin. Və beləliklə Epstein işi ilə bağlı və Epsteinin yeni cinayətləri ilə bağlı yeni məhkəmə araşdırmaları start götürür və zərər çəkənlər bu dəfə əvvəlkindən fərqli olacağına ümid edirlər və əvvəl adlandırdıqları pis iş olaraq, pis məhkəmə olaraq adlandırdıqları bu məhkəmə sisteminin bir daha heç olmasa biraz da olsa ədalətə uyğun keçiriləcəyinə ümid edirdilər. Amma bu ümidlər digər mübahisələrlə alt-üst olur və növbəti ümidsizlik dalğasına çevrilir. Belə ki, Epsteinin 2019-cu ilin avqustunda yenidən kameraya qaytarılması, iyul ayından sonra kameraya qaytarılması məhkəmədən sonra və bu işdən sonra çox uzun çəkmir ki, Epsteinin saxlanıldığı kamerada şübhəli ölümü xəbərləri yayılır və əsasən FBI və Amerikanın ədliyyə orqanlarının da burada bəyanatları olur. Əlbəttə, bu ölüm bir ifadənin Amerika arenasında trendə çevrilməsinə səbəb olur. O ifadə də bu idi. Epstein özünü öldürməyib. Bu Amerika arenasında, məxsusən sosial mediada geniş rezonans doğurur. Niyə görə? Çünki 2019-cu ilin avqustun 10-da Epsteinin məhkəməyə verilməsindən sonra New Yorkdakı federal həbsxananın mühafizəçiləri belə bir xəbər yayılır ki, bu mühafizəçilər onun cəsədini bu kameralardan birində, özünün şəxsi kamerasında tapıblar, yəni tapılıb. Bir tərəfdən də
rəsmi tibbi ekspertizanın nəticələri olaraq hesabat yayımlanır və bu ekspertizanın hesabatında ölüm səbəbi olaraq intihar və özünü asmaq olaraq göstərilir. Digər tərəfdən isə mühafizəçilərin dövrü yoxlamalar aparmaması və qüsurlu müşahidə sistemi kimi təhlükəsizlik pozuntuları tez bir zamanda üzə çıxır. Yəni bunun ölümü də yenə növbəti etiraz və ümidsizlik dalğaları yaradır və hətta indiyə qədər də dünya arenasında bu şübhələr hələ də mövcuddur. Bu qədər ümidsizlik və etiraz dalğasına rəğmən ki, o zamanlar dediyimiz bu Epstein özünü öldürməyib dalğası var idi, sosial mediada məxsusən var idi. Amma Amerikanın Federal Təhqiqat Bürosu, yəni FBI və Ədliyyə Nazirliyi və ədliyyə orqanları bunun əksinə olan bir bəyanat verirlər və bu bəyanatda bildirilir ki, Epsteinin ölümü ilə bağlı araşdırmaların nəticəsi budur ki, onun qətli və yaxud da kimisə tərəfindən qətl olunması və yaxud da digər yad unsurların, kənar unsurların müdaxiləsi ilə bağlı heç bir dəlil tapılmadı. Bütün bu nəticələrə baxmayaraq Epstein məsələsi və Epstein işi öz qeyri-müəyyənliyini günümüzə qədər qoruyur və bu gün açılan belə deyək, bir-birinin ardıca silsiləvi şəkildə açılan sənədlər də şübhələri çoxaldır. Amma indiyə qədər danışdığımız həm keçən proqram, həm indiki proqramda sizə qeyd etdiyimiz nüanslar dediyimiz kimi bizə bir neçə faktı göstərir. Birincisi, bu nüansları nəzərə almadan bugün gedən prosesləri yaxşı təhlil edə bilməyəcəyik. Və ikincisi, nə qədər Amerikanı çirkin və iyrənc sistemin quraşdırdığı, yəni Amerikanı belə deyək, dünyaya gətirdiyi bu işlə və bu işin sadaladığımız nüansları ilə istəyir keçən proqramda, istəyir indiki proqramda bir daha üzə çıxır. Amma bu qeyri-müəyyənliklər və bu nüanslar və bunlarla bugün gedən proseslər arasındakı bağlılıqlar və bu proseslərin hansı istiqamətdə davam edəcəyi və inkişaf edəcəyi və hansı ölkələrə necə təsir qoya biləcəyini daha yaxşı analiz etmək üçün bu proqramımızın davamını və təhlillərimizi inşallah Bulaq TV kanalımızda indiyə qədər biz izlədiyimiz podkastlər formasında davam etdirəcəyik və orada daha yaxşı bu bəhsi müzakirə və analiz edəcəyik. Allaha əmanət olun.